Salam, hər vaxtınız xeyir əziz üçüncülər videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim mövzu uzunluq mövzusu olacaq. Gəlin uzunluqları ilk öncə öyrənək, daha sonra isə çalışmalar və testlər üzərində tətbiq etməyə çalışaq. Deməli, ümumiyyətlə uşaqlar kilometr, metr, desimetr, santimetr və millimetr uzunluq vahidləridir. Bəzən əşyaların belə deyək, uzunluğunu daha dəqiq ölçmək üçün millimetrdən istifadə edirik. Uzun məsafələri ölçmək üçün isə kilometrdən istifadə edilir. Kilometr qısa olaraq km kimi yazılır. Bunu da qeyd edin, bilmiş olun. İndi bizə lazım olan uzunluq vahidlərini yazdım. İndi gəlin onları əzbərləyək və yaxud da siz də özünüz üçün qeyd dəftərinizdə qeyd edin. Daha sonra isə çalışmalarda tətbiq edək. Məsələn, 1 sm 10 mm-dir. 1 desimetr 10 sm 100 mm-dir. 1 metr 10 desimetrdir. 10 desimetr 100 santimetrdir. 100 santimetrdən 1000 millimetrdir. 1 kilometr bərabərdir 1000 metr. 1000 metr bərabərdir 10.000 desimetr. 10.000 desimetr də bərabərdir 100.000 santimetr. Bunu bilmiş olun ki, irəlidə tapşırıqlarda sizə kömək olsun. İndi başlayaq çalışmalar üzərində tətbiq etməyə. Deməli, uşaqlar, birinci sualdan başlayaq. Birinci sualda deyir, hansı əşyanın uzunluğu 15 cm ola bilər? Baxın, pozan millimetrlə ifadə olunur. Biz bilirik ki, pozan daha balacadır. Burada çarpayı var və çarpayı da biz bilirik ki, metrlə ölçüləs bir əşyadır. Amma santimetr deyir ki, telefon santimetr ola bilər, yəni 15 cm ola bilər. Cavab A variantı. 2-də deyir, millimetr qısa olaraq necə yazılır? M kimi. 2 M kimi. Cavab B variantı. Daha sonra 2 kilometri metr ilə ifadə edin. Biz bilirik ki, 1 kilometrimiz 1000 metrdir. 2 kilometrimiz isə 2000 metr olmuş olacaq. Müqayisə edin, deyir, 40 santimetr və 5 desimetr. Birinci 5 desimetri də santimetrə çevirək. 5 desimetr edir 50 santimetr. Və yaxud da santimetri desimetrə çevirək. 40 santimetr eləyir 4 desimetr. Buranda, daha doğrusu, bir saniyə. Bura onsuz da 5 desimetrdir. 40 santimetr də eləyir 4 desimetr. Hər bir halda 5 böyükdür. Cavab olacaq B variantı. 5-də deyir, qələmin uzunluğundan 6 santimetr qısa olan uzunluğu tapın. Qələm 15 santimetrdirsə, 6 santimetr qısa olan olacaq 9 santimetr, yəni C variantı. Yarım kilometr neçə metrdir? Aha, uşaqlar, biz bilirik ki, 1 kilometrimiz 1000 metrdir. 1000-in yarısı 500 metr olacaq. 1000-i 2 yerə böləndə eləyəcək 500 metr. Cavab C variantı. Hesablayın. 2 santimetr, 4 santimetr, 2 santimetr, 5 millimetr. Gəlin bunu ilk öncə millimetrə, ən balacası burada millimetr, yox, çevirməyə ehtiyac yoxdur, yaxşı, başa düşdüm. Santimetrləri toplayaq, millimetr də yerində qalsın, qalıq kimi. 4 üstə gəl 2 eləyəcək 6, o da 5. 6 santimetr, 5 millimetr A variantı. 7-də bizə deyir ki, 7-ni hesabladıq. 8-də bizə deyir ki, verilənlərdən hansı 5 millimetrə bərabərdir? 5 millimetrə bərabərdir nə deməkdir? Yəni, mən baxıram ki, burada santimetr, desimetr verilib. Desimetrə baxırıq, yox, ilk öncə elə A variantına baxırıq. 1 santimetr 10 millimetrdir. Onu 2-yə bölürük, eləyir 5. 5-i də 1-ə vuranda 5. Deməli, elə cavab A variantı olmuş olacaq. 9-da bizə deyir ki, 3 metr 5 desimetrlə ifadə edin. İlk öncə 5-i saxlayırıq. Ondan sonra 3 metri desimetrə çeviririk. Biz bilirik ki, 1 metrimiz 100 metr, 1 kilometrimiz 100 metrdir, düzdür. 1 metrimiz 100 santimetrdir. Ondan sonra desimetrlə bizdən istədiyinə görə də biz 35 desimetri götürərək. Cavab A variantı. 10-da bizə deyir ki, dərzi 50 metr parçanın 5də 2 hissəsi ilə paltar tikdi. 50-ni 5-ə bölürük 10, 10-u 2-yə vururuq 20. Yəni
20 metr ilə paltar tikdi. Dərzi neçə metr parçadan paltar tikdi? Elə 20 metrdən cavab A variantı. Deyir, millimetrlə ifadə edin. Yaxşı, millimetrlə ifadə edin deyəndə nəyi nəzərdə tutur? Çevirməni. Yəni, biz bu santimetri millimetrə çevirəcəyik. Deməli, 2 santimetr olacaq 20 millimetr. Bizə millimetr deyir. 2 santimetr 4 millimetr. 2 santimetr eləyir 20 millimetr. O da 4, 24 millimetr. 5 santimetr 3 millimetr eləyəcək 53 millimetr. Mən sadəcə rəqəmləri yazıram, ədədləri yazıram. Bir desimetrimiz eləyəcək 100 millimetr. Başda da qeyd elətdirmişdim sizə, yəqin ki, qeyd eləmişsiniz. 100 millimetr. 2 santimetr 3 millimetr eləyəcək 23. 13 santimetrimiz eləyəcək 130. Daha sonra 4 santimetr 7 millimetr eləyəcək 47. 1 desimetr 5 millimetr. 1 desimetrimiz 100 millimetrdir. Üstəgəl 5 eləyəcək 105. 2 desimetr 2 santimetr neçə millimetr eləyir? 2 desimetr 2 santimetr 220 millimetr eləmiş olacaq. İndi deyir ki, metrlə, 2-də metrlə istəyir. 4 kilometr 4000 metr eləyir. 3 kilometr 3000 metr eləyir. 2 kilometr 100 metr 2100 eləyir. Daha sonra 1 kilometr 175 metr eləyir 1175. 5050. 7070. 300 santimetr çevirəndə eləyir 3 metr. Daha sonra burada 7 metr. Çünki 2 metrimiz bizdən nə metrlə istəyir? 2 metr qalır yerində. 500 santimetrdə 5 metr eləyir. 2 üstə gəl. 5 eləyir 7. 70 desimetr o da 100 santimetr eləyir 8 santimetr. Müqayisə eləyin deyir. 2 metr böyükdür yoxsa 20 santimetr? Təbii ki də 2 metr. 2 metr 200 santimetr eləyir. B-də deyir 40 metr yoxsa 400 desimetr. Təbii ki də olacaq bərabər. 1150 yoxsa 1500. Təbii ki də 1500. Daha sonra 2 metr 3 desimetr, 2 metr 3 santimetr. Burada təbii ki də olacaq bu. Daha sonra E-də bizə deyir ki 4 santimetr 5 millimetr 54 millimetr. Təbii ki də burada olacaq 54 millimetr. Çünki digəri 45 eləyir. 5 desimetr 2 santimetr 2 santimetr 5 millimetr. Burada olacaq 5 desimetr 2 santimetr. İfadələrin qiymətini tapın. 1 kilometrin 4də 1 hissəsi. 1-i 4-ə bölmək, 1-ə vurmaq istəyən şagirdlərə demək istəyirəm ki, ilk öncə çevirin, çevirməni yaddan çıxarmayın. Metrlə bizdən soruşur, sona diqqət edin. Metrlə soruşduğuna görə 1 kilometrimiz neçə metr idi? 1000 metr. 1000-i 4-ə bölüb 1-ə vurun və eləyəcək 250 metr. 2 metrin 2də 1 hissəsi neçə santimetrdir? Burada santimetrlə istəyir. 2 metrimiz eləyir 200 santimetr. 200-ü 2-yə bölüb 1-ə vururuq. Bu da eləyir 100 santimetr. C-də 1 santimetrin 5də 3 hissəsi neçə millimetrdir? 1 santimetrimiz 10 millimetr eləyir. Onu 5-ə bölüb 3-ə vururuq. Onu 5-ə böləndə 2, 2 dəfə 3, 6 millimetr. 3 desimetrin 6-da 5 hissəsi neçə santimetrdir? 3 desimetr eləyir 30 santimetr. 30-u 6-ya bölüb 5-ə vururuq. 30-u 6-ya böləndə 5, 5 dəfə 5-də 25 santimetr. 1 metrin 5də 2 hissəsi neçə santimetrdir? 1 metrin 5də 2 hissəsi 100-ü 5-ə bölüb 2-yə vurmaq deməkdir. Bu da eləyir 20, 20-ni də 2-yə vuranda eləyir 40 santimetr.
27 desimetrin 9'da 5 hissəsi neçə santimetrdir? Deməli, burada bölürük 9'a, vururuq 5'ə. Deməli, bu eləyəcək 30, 30'da 5'ə vuranda eləyəcək. Yox, bir saniyə. Deməli, düz getirin 9, vurulsun 5. Bu da eləyəcək 150. Bu formada uşaqlar, ümidvaram ki, başa düşürsünüz. Daha sonra 5-ci tapşırığa baxaq. 5-ci tapşırıqda bizə deyir ki, 4 metr, üstəgəl 2 metr 50 santimetr, deməli 6 metr 50 sant. Daha sonra 3 santimetr, burada edir 7, 5 milimetr. Daha sonra 8, 300 milimetr. Daha doğrusu metr, 9, 5, deməli 14, mən burada tamla, vergüllə yazsam daha yaxşı çatdıraram. Burada da 1, 10, burada da eləyəcək 4, 250. Bu formada, yəni 4 kilometr, 250 metr. Uyğunluğu deyir, müəyyən edir. 2 metr, 4 metr, 2 desimetr, 42 desimetr. Daha sonra 2 kilometr, 2000 metr, 53 milimetr, 5 santimetr, 3 milimetr. 2'də 1 kilometr 500 metr edir. Ümumiyyətlə bu qaydadır. Yəni qayda kimi yadınızda saxlayın. 2 metr 12 desimetr 32 desimetr. Digəri də buna qaldı. 7'də isə bizə deyir ki, neçə desimetrli istəyir. 7 metr 3 desimetr çıx 2 metr eləyir. Neçə desimetr eləyir? 53 desimetr. Daha sonra B'də bizdən nə istəyir? 3120. 120 metr. Çünki metrlə istəyir. Burada millimetrlə istədiyinə görə 22 millimetr. D'də 49 santimetr. E'də 1500. Çünki çevirəndə 3000 eləyir. 3000'dən də 1500'ü çıxanda 1500 eləmiş olacaq. 6 metr 4 santimetr çıxılsın 2 metr 2 santimetr eləyir 402 santimetr. Məsələləri həll edin. Yaxşı, həll eləyək. Bağban 55 santimetr hündürlüyündə tingə 4 il sonra ting 20 santimetr böldü. Tingin hündürlüyü nə qədər oldu? Tingin hündürlüyü heç nə 55, üstəgəl 20 edir 75. Maşın əvvəl 2 kilometr, sonra isə 3 kilometr 400 metr yol gedərək A şəhərindən B şəhərinə çatdı. AB arasındakı məsafəni istəyir 5 kilometr 400 metr, yəni 5400. Məktəbdən evə qədər məsafə 1 kilometrdir. Mən yolun 4də 1 hissəsini getdikdən sonra fasilə verdim. Fasiləyə qədər nə qədər yol getmişəm? Deməli, 1000-in 4də 1 hissəsi eləyir 250 metr yol getmişəm. Yeni tikilən binanın bir mərtəbəsinin hündürlüyü 3 metrdir. 16 mərtəbəli binanın ümumi hündürlüyü nə qədərdir? 16-nı vururuq 3-ə. Deməli, 3 dəfə 6 eləyir 18, daha sonra 48 metr eləmiş olacaq. Deməli, uşaqlar, biraz yorucu dərsdir, biraz diqqət tələb eləyən dərsdir, amma ümidvaram ki, başa düşmüsünüz. Çoxlu tapşırıqlar işləməklə bunun öhdəsindən gələ bilərsiniz. Bugünlük izahımız bu qədər. Ümidvaram ki, faydalı olmuşdur. Faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi, kanala abunə olmağı və şərh yazmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.